Deməli, Afrikanın daxili suları deyəndə biz nəyə ayıracağıq onları? Əslində, kitabda bu kateqoriyanı ayrılmayıb, amma siz belə deyək, qeydiyyatınızı bu cür apara bilərsiniz. Çaylar, göllər, şəlalələr, yeraltı sular, su anbarı və bataqlıqlar. Birinci təbii ki, nədən başlayacağıq? Afrikanın çaylarından. Gəlin baxalım. Afrikanın çayları neçə hövzəyə aid ola bilər? Hansı hövzələr ola bilər? Atlantik okeanı, yəni çay hara axıb gedə bilər? Atlantik, Hind, bir də hara gedə bilər? Daxili axarsız. İndi gəlin baxaq, Atlantik okeanı hövzəsində hansı çaylar var? Nil, Niger, Senegal, sonra Volta, sonra Kongo və Oranj. Oranj çayının başqa adı narıncı çayıdır. Bu çaylar, gəlin yerlərini göstərəyim bunların uşaqlar. Deməli, baxaq, Nil çayına baxırıq. Nil çayı Ağ Nil adı ilə başlayır hardan uşaqlar? Victoria gölündən gəlir. Burada Tana gölündən başlayan Mavi Nil ona qoşulur. Bu çay Sudan ərazisindən keçir. Gedir hara? Misirdə Aralıq dənizinə tökülür və mənsəbində nə yaradır uşaqlar? Delta. Dünyanın ən uzun çayıdır. Hövzəsi neçə yarımkürəyə aid olacaq? 3. Neçə işıqlanma quşağından keçirsə? 2. Niyə 3 yarımkürədir? Çünki ekvator Victoria gölünü kəsir. Victoria gölü isə bunun hövzəsinə aiddir. Avtomatik cənub-şimal yarımkürəsi və hansı yarımkürəyə aiddir? Şərq yarımkürəsinə aiddir. Bu da Greenwich olsun. Düzdür? Mənsəbində nə yaranır dedik? Delta. Mənsəbi hansı dənizə aiddir? Aralıq. Hansı ölkədir? Misir. Bəs niyə 2 işıqlanma quşağı dedim? Çünki şimal tropikini kəsir. Şimal tropikini kəsinə görə tropik işıqlanma quşağında düşən hissəsi var və mülayim işıqlanma quşağına düşən hissəsi var. Həmçinin yadında qalsın, Nil çayı ekvatordan şimalda olduğuna görə daha çox bunun su toplayıcı hövzəsi şimal subekvatorialına düşür. Efiopiya yaylası, sonra bura. Deməli, bu çay nə vaxt olsun olmalıdır? Şimal subekvatorialında nə vaxt yağışlar yağır? Yayda. Yay dediğimiz şimalda hansı aylardır? İyul, Ağustos ayları. Nil çayı nə vaxt taşacaq? İyul ayında. Misirdə ilin hesablanmasına vaxtdan başlanırdı. İyul ayında. Niyə? Çünki yağışlar mövsümü başlayırdı. Orada nə olurdu? Çay daşır. Nil haqqında bu qədər. Nilə bir də qaydacağıq. Yaxşı. İkinci dediyimiz əsas çaylardan biri nədir? Niger. Bax, Niger çayını görürsünüz. Bu Niger çayını mən bu xətti boş-boşuna çəkməmişəm bura. İstəyirsiniz onun rəngini dəyişim ki, siz onu daha yaxşı qavrayasınız. Bu Greenwich meridianıdır. Bu da ekvator xəttidir. Greenwich meridianından bu tərəfdə olduğuna görə bu hissəsi nəyə düşür? Şərq yarımkürəsinə, bu hissəsi qərb yarımkürəsinə. Özü isə tamamilə hansı yarımkürədə qalır? Şimal. Amma bir işıqlanma qurşağındadır, tropik işıqlanma qurşağındadır. Bəs bu zolaq hansı iqlim qurşağı idi təxminən? Şimal subekvatorial. Deməli, Niger çayı da Nil çayı kimi hansı aylarda, hansı fəsildə bol su olacaq? İyul, Ağustos, yay aylarında. Senegal çayı uşaqlar. Baxırıq Senegal çayına. Bax, Senegal çayı da eyni zolaqdadır. Birbaşa Atlantik okeanına tökülür. Niger isə Nigeriya körfəzinə tökülür. Amma Senegal çayının da Niger çayı kimi, Nil çayı kimi bol suluq dövrünə vaxtdır? İyul, Ağustos ayları. Bir də burada Volta çayı var uşaqlar. Volta. Bax, görürsünüzmü? Həmin o Volta çayı əslində nəyə düşür elə? Greenwich meridianı tərəfindən kəsilir. Volta çayı üzərində böyük su anbarıdır. Şimdi buna qaydacaq. Deməli, Nil, Niger, Volta və Senegal çayları Afrikadan Atlantik okeanına tökülən çaylardır. Bunlarda bolsuzluq dövrü iyul, Ağustos ayları olacaq. Yəni yay ayları. Niyə? Çünki əsas qidalanma mənbələri nədir? Yağış sularıdır. Böyük təsərrüfat əhəmiyyətləri var. Çünki bunların olduğu yerdə ilin 6 ayında yağış yağır, digər 6 ayında isə nə olur? Yağış yağmır. Deməli, bunlardan nəyə cəlb olunma olacaq? Suvarmaya.
Diğer Afrika çayı, böyük çayı Kongodur. Baxın uşaqlar, Kongo. Ekvator 2 dəfə kəsir, keçir hara tökülür? Atlantik okeanına. Kongonun hövzəsi, yəni Kongonun su topladığı ərazi ekvatorial iqlim qurşağıdır. Ona görə də Kongo çayı il boyu nə olacaq? Bol sulu olacaq. Kongo çayının suyundan suvarmada istifadə olunarmı? Niyə? Çünki o il boyu yağır. Bəli, il boyu yağış yağan yerdə niyə suvarma olsun ki? Hər gün orada yağış yağır bir şey. Düzdür? İndi Kongo çayının qolları var. Bangi, Ubangi və Kasai. Bu qədəri bilsəz bəsinizdir. Bangi, Ubangi, Kasai qollar. Bir də burada uşaqlar, yəni düşə biləcək suallardan biri də budur. Oranj yaxud narıncı çayı Cənubi Afrika Respublikasından Namibiya arasında axıb gəlir tökülür Atlantik okeanına. Afrikadan Atlantik okeanına tökülən çaylar, yəni əsas çaylar bu qədər. Bu sizin Atlantik okeanına tökülən çaylarınız. Bunlardan Nilin mənsəbində deltadır. Qalanlar Nigerdir, Senegaldır, Kongodur. Bunlar da əsasən estuardır. Məsələn, Kongo 100% nədir? Estuari. Nil nədir? Delta. İndi baxaq. Hind okeanına. Afrikadan əslində Hind okeanına tökülən çaylar var. Amma biz ikisini öyrənirik, bəsimizdir. Niyə? Hansı çaydır? Zambezi. İnşallah gələn kimsə olimpiyadaya getsə daha xırdalıqla öyrənər. Amma bugünkü gün dim səviyyəsində Zambezi və Limpopo çayları sizə bəs edir. Zambezi çayına gəlin baxaq xəritə üzərindən. Xalar baxırsınız, Zambezi çayı görürsünüz. Hara tökülür? Mozambik boğazına. Bəs bu nə çayıdır uşaqlar? Limpopo. İndi Limpopo çayına baxırıq. Buradan bir xətt keçir. Nə xəttidir bu? Cənub tropiki. Deməli Limpopo çayı Cənub tropikin 2 dəfə kəsdiyinə görə neçə işıqlanma quşağına düşmüş olacaq? 2. Tropik işıqlanma quşağı, cənub mülayim işıqlanma quşağı. Və Zambezi çayının özəlliyi nədir? Bu iqlim quşağı nə olacaq sizcə? Cənub subekvatorial. Zambezi çayı nə vaxt bol sulu olacaq? Yay aylarında. Amma özlərinin yay aylarında da dekabr, yanvar, fevral. Yəni bizim qış aylarımız onlar üçün yay ayıdır. Amma sual belə düşsə ki, Zambezi çayı yay aylarında bol sulu olur. Fikir doğrudur yoxsa yanlışdır? Xeyr. Nədirsə özünə əsasən götürülür. Zambezi çayı yay aylarında bol sulu olur. Yazsa ki, Zambezi çayı iyun, iyul, avqust aylarında bol sulu olur, yanlışdır. Hə. Amma yay ayları da özünün yay aylarıdır. Onu unutmayın. Çünki bunun yay ayları özü bilər də iyun, iyul, avqust aylarıdır, dekabr, yanvar, fevral ayları. Əsas yay aylarında bol suludur mu? Hə. Buna qədər aydındır. Bəs Afrikanın daxili axarsu hövzəsi çayları hansılardır? Kitabda biz Okavanqanın adı vermişik. Amma əsas burada sizə nə lazımdır? Şari çayı lazımdır. Şari hara tökülür? Çad gölünə. Plus, bir də Okavanqanı da bilə bilərsiniz. Okavanga. Okavanga çayı bataqlığa tökülür. Gəlin onları göstərim yerini. Demək uşaqlar, Şari çayı əslində burada xırdalığa geçir, çox çaylar var. Çad gölünə tökülür. Bir də Okavanga çayı görürsünüz gəlib burada bataqlıq əraziyə, şoranlıq əraziyə tökülür. Afrikanın çaylarından bu qədər. Aydındır hamıya? Problem yoxdur ki. İndi göllərimizə baxalım. Afrikanın gölləri yenə də hansı okean hövzələrinə aid ola bilər? Atlantik, Hind, bir də nədir əsas? Daxili axarsız. İndi gəlin baxalım. Atlantik okeanına necə göl aid ola bilər? Hind okeanına necə göl aid ola bilər? Uşaqlar, Afrikanın gölləri axarlı və axarsız olmalı. İki qrupa bölünəcək. Axarlı göllər. Bunu əslində biraz düz daha doğrusu sxemləşdirmədik. Gəlin bunu belə sxemləşdirək. Sizcə hansı tərəfdən sxemləşdirəcəm mən bunu? Bəli, axarlı axarsız istiqamətində axarsız axarlı. Axarsızlar bir dənə əsas burada Çad gölün bilsəniz. Bir də burada Assal gölü var. Uşaqlar, baxın burada Assal gölü var. Afrikada. Assal gölü özü o qədər də vacib deyil, amma onun belə deyək də çox dərin çökəkliyi var deyə ona görə vacib olur bizə. Assal gölü və Çad gölü. Yadınızda qalar. Yerin göstərir mi?
Çad gölü buradadır. Asal gölü buradadır. İndi baxaq burada nəyə biz? Deməli, Çad və Assal. Amma biz öyrənmişik ki, əsasən axarlı göllər şirin sulu olur. Adətən həmişə. Axarsızlar isə şor sulu olur. Amma burada Çad şirindir. Niyəsində demişdik gölləri keçəndə. Niyə? Çünki yeraltı sularla ehtimal ki, əlaqəsi var. Amma Çad gölü səviyyəsi tərəddüd edən göldürmü? Hə. Yağışlar yağanda şimal subekvatorialına düşür axı. Şimal subekvatorialına düşdüyünə görə yağışlar yağanda səviyyəsi qalxacaq. Amma digər tərəfdən quraqlı dövrdə səviyyəsi düşəcək. Amma bir şəkildə bu göl nə olur? Nə olur? Nə qurumur, nə də ki şorlaşmır. Çünki yeraltı sularla əlaqəsi var. Gəldik də axarlı göllərə. Axarlı gölləri neçə qrupa böləyik? Hə? Atlantik okeanı və Hind okeanı. Atlantik okeanına aid olan göllərinə baxaq. Deməli, bu göllərdən başlayan çaylar ya birbaşa, ya qolları, hansısa çaya gəlib tökülür də bu çaylar. Məsələn, Ağ Nil hardan başlayır? Viktoriya gölündən. Nilin qoludur. Deməli, avtomatik Viktoriya gölü hansı okean hövzəsinə aiddir? Atlantik. Tanganikanın bir qolu buradan keçib, belə deyək, Kongo hövzəsinə aiddir. Deməli, Tanganika Atlantik okeanıdır. Sonra Zambezinin bir qolu isə şeydən başlayır? Nyasa gölündən başlayır. Deməli, Hind okeanına aiddir. Gəlin baxaq. Atlantik okeanına hansı aiddir? Viktoriya. Sonra Tanganika. Sonra burada Hind okeanına dediği hansı aiddir? Nyasa. Nyasa gölünün başqa adı nədir uşaqlar? Malawi. İndi baxırıq. Deməli, Afrikanın göllərinə bir daha baxaq. Afrikanın göllərindən baxın, bu Tanganikadır, Nyasa'dır. Bunlar nədə yerləşirlər? Şərqi Afrika sınma zonasında. Yəni, Qrabende. Burada Rudolf da oradadır. Əslində, Rudolf da axarsız göldür. Amma burada uşaqlar, deməli, orada hansı göldür? Viktoriya gölü. Xəritədən də baxa bilərsiniz. O Viktoriya gölü tektonik qırılmada yox, tektonik əyilmədə yerləşir. Yazda gəlmir, göllər quizində yazmışdım. Tektonik qırılmada, tektonik əyilmədə yerləşən göllər. Viktoriyanın dərinliyi nə qədərdir? 80. Amma Tanganikanın dərinliyi təzə kitablara görə artıq 1435 metr. Əvvəllər 1470 yazırdılar. 1435 metr Tanganikadır. Yanaşıdırlar. Baxmayaraq ki, yanaşıdırlar. Tanganika 1435 metrdir, bu isə 80 metrdir. Deməli, 1435 metr olan nədir? Qırılmadır da. Buna nə deyirik biz? Qrabende yerləşən göl. Qrabende yerləşən göl Nyasadır, Tanganikadır, Rudolfdur, Baykaldır və s. Başa düşdünüz? Bəs Afrikanın ən böyük gölü hansıdır? Viktoriya. Davam edin şəlalələrlə. Uşaqlar, şəlalələri belə öyrədəcəm sizə. Çayların üzərində. Ən məşhur şəlalələrindən biri Viktoriya şəlaləsidir. Viktoriya şəlaləsi Zambezi çayının üzərindədir. Niyə? Çox gözəl, belə deyək, görünüşü var. İkinci belə möhtəşəm şəlalələrdən biri olacaq, deməli, burada Stanley, bir də Livingstone. Uşaqlar, Livingstone şəlaləsi 32 dənədir. Və bu iki şəlalələrin hamısı da Kongo çayı üzərindədir. Sonra başqa bir dənə də məşhur şəlaləsi var bunun. Tugela. Tugelanı daha yaxşı yadda saxlamalısınız siz. Niyə? Çünki Tugela dünyada olan ikinci ən böyük, daha doğrusu ən hündür şəlalədir. 947 metr hündürlüyü ilə. Bəs birinci yer də hansıydı? Ahel. 1054. Tugela şəlaləsi hansı çayın üzərində olacaq? Elə Tugela çayın üzərində. Hansı hissəsinə düşür bəs Tugela? Tugela çayı buradadır uşaqlar. Baxın buradan, gəlin xəritə üzərindən göstərək. Baba, buralarda bir yerdədir. Bu çay. Gəlirik nəyə? Deməli, Viktoriya Zambezinin üzərindədir. Livingstone, Stanley, Kongonun üzərindədirlər. Və Tugela şəlaləsi hara düşür? Tugela çayına. Gəlirik yeraltı sularla. Mən yeraltı sulardan arteziyan suların keçəndə arteziyan hövzələri yazdırmışdım sizə. Haraydı? Qərbi Sibir, Mərkəzi Asiya, Şimali Afrika, bir də Avstraliyada bir yer var idi. Adı nə idi? Dünyanın ən böyük arteziyan hövzələri var idi. 4 dənə yer yazdırmışdım sizə.
Qərbi Sibir, Mərkəzi Asiya, Şimali Afrika, bir də Avstraliyada adı var idi oranın. Böyük arteziyan hövzəsi. Bax, dünyanın ən böyük arteziyan hövzələri bunlardır. Ən böyük arteziyan hövzələrindən biri də hara düşür? Şimali Afrikaya. Yəni, bax, gördüyünüz bu zolağa, daha doğrusu zonaya. Hətta demişdik ki, hesablamalar zamanı müəyyən olunub ki, burada yerin altında olan sular, səthdə olan sulardan dəfələrlə və dəfələrlə çoxdur. Amma alimlər nəyə təklif edirlər? Bu sulardan vəhşicəsinə, dərhal, belə deyək, hamısını qazıb çıxaraq təklif eləmirlər. Çünki niyə? İstər-istəməz o suları istifadə eləmək yerin altında müəyyən boşluqlar yarada bilər. Həmçinin birdən-birə istifadə eləmək onu tükədə bilər də, yəni bitirə bilər. Yeraltı sular əsasən burada haradadır? Şimali Afrikada. Nə var orada? Arteziyan hövzəsi. Və su anbarları çay üzərində olacaq təbii ki. Əsas su anbarı deməli Nil çayının üzərində olan Nasir su anbarıdır uşaqlar. Nasir su anbarının başqa adı nədir? Asuan. Əslində Asuan şəhərinin yaxınlığında düşünülür Asuandır. Amma Nasirin dövründədir, ona görə Nasir. Əslində bunu tikən hansı dövlətdir? Misirdir. Amma artıq su anbarı böyüyüb kimin ərazisində keçib? Sudanın ərazisində keçib. Nilin üzərində başqa bir dənə də, yəni bunlar ikisi də bir addır da, bir yerə verilən addır. Bir dənə də Victoria su anbarı var. Bunlar Nilin üzərindədir. Sonra Afrikada Volta çayının üzərində ilə Volta var. Sonra belə deyək də su anbarları var. Zambezin üzərində 2 dənə su anbarı var. Kariba və Kabarra-Bossa. Kariba su anbarı var və Kabarra-Bossa. Bu da Afrikanın su anbarları. Gəldik Afrikanın bataqlıqlarına. Afrikanın bataqlıqları deyiriksə biz, ümumiyyətlə yazıda qalsın. Afrikanın şimalında, burada səhradır da, düzdürmü? Burada bir bataqlıq ola bilərmi? Yox. Bəs Nil hövzəsində bataqlıq ola bilərmi? Hə. Baxın, burada bataqlıqlar var. Bəs başqa harda bataqlıq ola bilər? Kongo hövzəsində. Niyə il boyu yağış yağır? Rütubətli ərazidir, ifrat rütubətlənmə var və həm də çökəkli ərazidir. Həmçinin Şərqi Afrika tərəfdə də orada ola bilər bataqlıq. Sonra bax, görürsünüz burada Kalahari'nin şimalında da bataqlıq ola bilər. Amma Afrikada ən böyük bataqlıqlar Nil çayı hövzəsində, Nilin yuxarı axarlarında və Kongo çayı hövzəsindədir. Bu qədər bizim Afrikamızın daxili sularına ayıraq. Birazdan keçək nəyə? Avstraliyanın daxili sularına. Sizcə Avstraliya Afrika qədər geniş olacaqmı? Avstraliyanın daxili suları. Niyə? Avstraliyanın daxili suları ona görə ki, Avstraliya quraq yerdir. Burada o qədər çay, burada o qədər şəlalə, burada o qədər, məsələn, belə deyək də, göl olmaz. Amma gəlin yenə də baxaq. Ümumiyyətlə yazıda qalsın. Avstraliyanın daxili sularında 10%, 30% və 60% bölgü var. Sizcə 10% hara aiddir? Afərin Məhəmməd, bəli. 10% hara aiddir bu suların? Sakit okeana. Sakit. 30% Hind. Bəs 60% daxili axarsız. İndi gəlin baxaq. Niyə sakit okeana buradan bura qədər sahili varsa da nə olur? Su çox dökülmür. Səbəb? Afərin. Bəli, düz deyirsən Kənan. Böyük su ayrıcı dağları qoymur. Eyni relyef amili hansı başqa materikdə özünü göstərirdi? Şimali Amerika bə? Cənubi Amerikada. Çünki Şimali Amerikanın da sakit okean sahillərində Kordilyer dağları var. Cənubi Amerikanın da sakit okean sahillərində Ant dağları var. Dağlar orada böyük sayın yaranmasına imkan vermir. İndi baxaq. Deməli, Avstraliyadan sakit okeana tökülə biləcək çay harda yarana bilər? Bax, bu Apalas dağları ilə sahil arasında qalan qısa ərazidə çay yarana bilərmi? Hə. Amma o çaylar cursuludur. Hə. Niyə? Çünki rütubətli ərazidir. Amma qısa çaylardır. Qısa, cursulu çaylar nəyə yararlıdır? Kim deyər? Sulamaya. Qısa, cursulu çaylar. Çayın suyunun cursulu olmağı bizə nəyə imkan verir? Nərgiz? Bəli, enerjiyə. Enerjiyə. Yəni hidroenerji potensialı çox olacaq bu tərəfdə olan çayların. İndi baxırıq.
Avstraliyanın iki əsas burada çayı var. Hansıdır? Bəli. Murray və Darling. Diqqətlə baxırıq uşaqlar. Deməli bu Darling çayıdır. Bu da Murray çayıdır. Birləşdiyi yerdə artıq biz görürük ki, Murray Darlingdən daha qısadır. Amma davam eləyəndə çayın adına nə veriblər? Murray. Niyə? Əslində uzun olan götürülməli deyildimi? Yəni çayın daha sonraki adı nə olmalıdır? Darling. Amma Murray'dir. Niyə? Çünki Murray çayı daha bol suludur. Bəli. Murray Darling çay sistemi hansı okean hövzəsinə aiddir? Hind okeanı. Sonra burada subekvatorial Victoria çayı düşür. Düşər imtahana bilmirəm, düşməz. Amma bilsəniz yaxşıdır. Avstraliyada 2 dənə çay öyrənəcəksiniz. Victoria. Amma siz mənə deyin görün Victoria çayı hansı aylarda, hansı fəsildə bol sulu olacaq? Cənub yarımkürəsinin nə idi bu? Subekvatorial. Yay aylarında, amma dekabr, yanvar, fevral aylarında. Çay bitdi mi Avstraliyada? Yox. Burada Avstraliyada yazda gəlmir, çaylar mövzusu keçəndə demişdik bir çaylar var ki, nədir o çaylar? Tez quruyurlar, yayda quruyurlar. Bəli. Hansı növ çaylarda olan uşaqlar? Creek. Creek nəyə deyirlər? Yayda quruyan çaya. Avstraliyada elə çaylar çoxdur. Onlardan da ən məşhur nədir? Cooper's Creek. Cooper's Creek. Cooper's Creek çayı əsas gəlir orada Eyer göllərinə. Yaxşı, Avstraliyanın çaylarına işimiz bitdi. Bəs göllərinə baxaq. Göllər. Avstraliyada olan göllər əsasən axarsızdır. Avtomatik şorsulu da olur əksəriyyəti. Hansı gölləri var? Ən böyük göl Eyer gölüdür uşaqlar. -16 metr dəniz səviyyəsindən aşağıda yerləşir. Amma Eyer gölü quraqlıq ərazidə yerləşir. Yağışların düşməsindən asılı olaraq bunun səviyyəsi ya böyüyür, ya balacalaşır. İlin quraqlıq dövründə bunun səviyyəsi o qədər enir ki aşağı. Göl özündən belə deyək də ayrı-ayrı xırda göllərə parçalanır. Başa düşürsünüz bu prosesi? Elə bir göl çökür deyə, gölün içərisində ayrı-ayrı belə deyək də ərazilər qalxır və göl elə bir ki, məsələn, bir dənə göl o tərəfdə, bir dənə göl bu tərəfdə ayrı-ayrı göllərə bölünür. Başa düşdünüz? Ayers North, Ayers South, belə ki, şimal, cənub kimi göllərə bölünür. Bundan başqa hansı gölü var? Torrens var. Çəhrayı Hiller var. Çəhrayı Hiller. Sonra Mackay gölü də var. Və Argyle. Amma Argyle burada yeganə bunların içərisində şirin olandır. Yəni əslində bizim Ceyranbatan su anbarı kimi bir şeydir. Suyunu belə deyək şəkildə yaradılmış su anbarıdır. Şirin suların toplanması üçündür. Buradakıların hamısı şirin su yox, şor suludur. Bunlardan biri çox məşhurdur. Hansıdır sizcə? Nəyə oxşadırlar bunu adətən? Masazır gölünə. Bakının belə deyək də o tərəfində Masazır gölü var. O gölün də rəngi harasa qırmızımtıl belə deyək də bu rəngi alır. Səbəb nədir? Çox duzlu olması. Bu da duzludur. Avstraliyanın göllərlə də işimizi bitirdik. Gəlirik nəyə? Avstraliyada yeraltı sular. Avstraliyada yeraltı sular harda olacaq? Böyük, arteziyan, hövzəsi. Uşaqlar, hardadır bu böyük arteziyan hövzəsi? Baxın burada. Yaxşı, bir dənə sual verim sizə. Mərkəzi düzənliklər, mərkəzi ovallar hansı Avstraliyada yerləşir? Mərkəzi ovallar. Bəs mərkəzi düzənliklər harada yerləşir? Şimali Amerikada. Yazan çıxarmayın da, qarışdırmayın onları. Ovalıqdırsa Avstraliyadadır, düzənlikdirsə. Yaxşı, mərkəzi düzənliklərdə yerləşən göllər hansı göllərdir? Böyük göllərdir. İndi kim mənə deyər? Avstraliyada buzlaq varmı? Avstraliyada buzlaq yoxdur. Niyə? Çünki Avstraliyada buzlağın yaranması üçün təxminən neçə min metr olmalıdır? Təxminən 4000 metr hündürlüyündə dağ olmalıdır. Avstraliyanın ən hündür dağı isə Kosciuszkodur. Neçədir? 2228. Yaxşı, kim deyər? Afrikada buzlaq varmı? Yox. Var deyənlər əlin qaldırsın. Var deyənlər əlin qaldırsın, görüm kimdir onlar? Bu qədər adamdan səs çıxmır, hə? Heç olmasa biri ürəkli olsun da. Fidan var yoxsa yoxdur? Hədə daha olmadı ki. Yalancı ürəkli olmaq lazımdır. Real olur. Neyse.
Var yoxsa yoxdur? Necə izah edə bilərsən? Sizin xəttinizdədir, var dediniz var. Yox da özün əgər məntiqin inanırsa buna, düşünə bilsənsə yoxdur. Afrikada var. Niyə? Çünki ən pis halda bura nədir? Ekvatorial tropikdir. Sakit. Ekvatorial tropikdə buzlaqlar neçə metrdə yarana bilir? 5000. Afrikanın isə ən hündür yeri neçədir? 5895 metr. Deməli, həmin o buzlar harda olacaq? Yox, Atlasda yox. Kilimancaro'da. Atlasda olmaz. Çünki Atlas, görürsünüzmü? Təxminən 4165 metrdir. Amma məsələn, ta ki, 30 dərəcə şimal enliyindədir. Ola bilsin ki, burada 4500 falan lazımdır. Kilimanjaro dağının zirvəsində buzlaq var, bəli. Deməli, yeganə materik hansı materikdir ki, orada buzlaq yoxdur? Avstraliya. Yazda qalsın. Niyə? Çünki dağların hündürlüyü kifayət qədər deyil. Qar xəttindən aşağıda yerləşirlər. Bu bizim dərsimizin izahıdır. Kim nəyi başa düşmədisə, desin. Hamı hər şeyi başa düşübmü?